Salam uşaqlar. Uşaqlar, mən bugün sizə səhifə 44-də olan 6 dənə məsələdən kömək eləyəcəyəm. Uşaqlar, belə də əhvalım o qədər yaxşıdır ki, ürəkdən sizə kömək eləyəcəyəm bu dəfə. Siz də diqqətlə qulaq asın, bəyənin. Bəyənmələrinizdən də razıyam, yaxşı bəyənirsiniz. Belə də davam eləyin. Xüsusilə Lalə və Aylin daha çox bəyənmələrə, özləri də şərhlərdə, bəyənmələrdə onların imzası görünür. Çox diqqətlidirlər, həm də istifadə eləyirlər. İstifadə eləməklərinin məndən çox özlərinə xeyri var ha, uşaqlar. Siz də eləyin, bunun xeyrini hamınız görəsiniz. Çünki mən əziyyət çəkirəm ki, siz yararlanasınız. Minnətdarlıq eləyirsiniz. Ən böyük mənim üçün sizin minnətdarlığınız odur ki, siz nəsə sizin uşaqlar mı, böyüklər yox, böyüklər də yəqin video yazan ya uşaqlar özləridir mi? Nəsə bundan bir şey götürdülər, qavradılar, bir bünövrə yarada bildim, təməl yarada bildim. Bu son dərəcə həndəsə bölməsi dediyimiz bir bölmədə. Həndəsə sözünün adını çox çəkirəm uşaqlar, sözünü tez deyirəm. Həndəsə bir fəndir ki, siz onu gələn il yəqin ki, istifadə keçəcəksiniz bir fən kimi. Bu isə həndəsəyə bir başlanğıc hazırlıqdır. Məsələ 1. Məsələ 1-də deyilir ki, konqruent və qonşu bucaqları müəyyən edin. Konqruentliyi biz əvvəldən belə demişdik. Uşaqlar, bir daha mən bu hissədə sizə izah eləyəcəyəm. Məsələn, 90 dərəcə, bax, belə bir böyük bir düz bucaqlı götürürəm. Belə bir düz bucaqlı götürürəm. Bu düzdür, böyükdür. Böyük çəkdim, əllə çəkdim. Biraz olsun ki, yaxşı düşmədi. Bax, bu 90 dərəcəlik göstərən bucağın işarəsidir. Amma bir dənə də belə bir bucaq çəkirəm. Bu da 90 dərəcədir. İndi bəzən uşaqlara deyəndə ki, bu bucaq bu bucağa bərabərdir. Yəni ki, baxmayaraq ki, biri böyük, biri kiçikdir, həm də konqruentdir, oxşardır. Oxşar və bərabərdir. 90 dərəcə, 90 dərəcə. Keçən dəfə mən küçədə olan bir işıq dirəyinin kölgəsi ilə dəftərimizə çəkdiyim bir düz bucağını müqayisə eləmişdim. Və yaxud iti bucaq. Birini çəkirik, bax belə, 30 dərəcə. Birini çəkirəmsə, bax belə balaca bir 30 dərəcə. Bunlar həm bərabər, həm də konqruentdir. Deməli, olsun ki, eyni boyda, bunun boyda biri də varsa, bax bu belə böyük biri varsa, fərqi olmadı, ikisi də eynidir. Bu da 30 dərəcədir. Deməli, təkcə bunlara konqruent deyilmir. İkisi də eyni boyda olanda da konqruent deyilir uşaqlar. İndi biz qarşılıqlı bucaqlarda bax buna rast gəlirik. Bizim də məsələmiz, bax budur, məsələdə bunu tələb edir ki, konqruent və qonşu bucaqları göstərin. Burada dərəcələr, bilmirəm, kitabda göstərilibmi? Dərəcələr göstərilməyib. Amma qarşı bucaqları görürük biz burada. Məsələn, bax bu bucaqla, bax bu K, O götürsən, bu bucağı O, mərkəzi O olarsa. K, O, A-nı əvvəldən deyərdim gerək. A, O, K-la bunun qarşısında hansı bucaq durur? Bax bu. Y, O, T. Bax bu bucaqla mən biraz istəyirəm ştrixləyəm bunu. Bax bunlar belə bəlkə karandaşla eləyəm. Ki, bax bu bucaq konqruentdir. Bax. Bu bucaqla bu bucaq qarşı-qarşıya durublar. Deməli, nə deyirik? Qarşı-qarşıya duran bucaqlar həm bərabər olur. Qonşu bucaqlara aid deyil bu. Həm bərabər olur, həm də konqruent olur. Onda A, O, K bizdən soruşur ki, konqruent bucaqları göstərin. Konqruent burada yazıram. Konqruent olanları yazıram. A, O, K bucaq.
A, O, K. Hansını götürmək olar burada? Yenə mən onu başqa bir rəngdə ştrixləyim. Bax, bu böyük bir M, O, T. Bax, bu. M, O, T. Bunun qarşı-qarşıya durub, bax bu. K, O, L. Bax bu. Bu qırmızılar da həm bərabərdir, həm qarşılıqlı bucaqlardır, həm də konqruentdirlər. Digər ikinci bir bucağı da yazım. Elə qırmızıyla ştrixləmişəm, qırmızıyla yazacağım. Bu nöqtə virgül, bucaq K, O, L. Bax, mən bunu tək yazdım. A, O, K. O biri tərəfini yazmadım axı. A, O, K. Bu tərəfi yazmadım. Y, O, T. Bucaq. Konqruentdirsə bura bir bərabər qoyaq. Üstünə də konqruentlik. Bucaq Y, O, T. Y, O, T bucağına konqruentdir. Bundan bu. Bu qara rəngdə ştrixlədiyim. İndi xəttədiyim. İndi bunu bu qırmızı rəngdə olanlardır. Həm qarşılıqlı bucaqlardır. Qarşılıqlı bucaqlarda müəllim soruşa bilər. Qarşılıqlı bucaqlar konqruentdirmi? Bəli. Qonşu bucaqlar konqruentdirmi? Bir halda ola bilər ki, qonşu bucaqlar düz bucaq olarsa konqruentdir. Başqa halda yox. Fərqlidir, bərabər deyil. İkincisini yazıram burada bunları. K, O, L. Bucaq K, O, L. Bərabərdir. Buna. Həm də konqruentdir. Üstündən konqruent. M, O, T. Bucaq M, O, T-yə. Həm bura yazdıqlarımızı bura baxıb yazıram. Daha burada ştrixlənməyən ağ rəngdə 2 dənə bucaq qaldı. Axı, bunlar da qarşı-qarşıya durub. Deməli, bərabərdir. Bu 30-dursa, bu da 30-dur. Yəni, bərabərdir. Həm də bərabərdirsə, konqruentdir. Həm qarşılıqlı bucaqdır, həm də konqruentdir. A, O, M. Bucaq, üçüncü də budur. A, O, M. Bərabərdir, konqruentdir. Bunu ştrixləmirəm, seçilir ağlığı ilə. Y, O, L. Y, E-dir, E deyək yaxşı. E, O, L. Mən bunları riyaziyyatda öyrəşdirirəm sizi ki, bu səsləri eşidəndə biləsiniz ki, Y-yə riyaziyyat, E-yə Y deyirlər, L-ya L deyirlər. Bax, belə. İkinci məsələyə baxaq. İkinci məsələni mən kitabdan biraz sizə göstərim, sonra izahını eləyim. Bu da ikinci məsələ, uşaqlar. İkinci məsələdə bu deyək ki, belə bir, nə deyək buna? Nə verilib adı? Yelpik, sərinləşdirici. Çox vaxt qızların əlində olur, anaların, qızların əlində olur bu. Yay vaxtı özlərini sərinlətmək üçün avtobusda, küçədə, isti olan yerlərdə. Deməli, A, O, B bucağı, bax bu böyük bir qara xətlə çəkilən bucaq, bax bu 154 dərəcədir. Bax buradan bura 154 dərəcədir. Amma bizdən tələb olunur ki, burada tək-tək bucaqlar var. Bax, belə xətlərlə ayrılıb. 154 dərəcə bölünüb, bax, belə xırda xətlərə. Biraz da kitabı qaldırım. Onu siz yaxşı görəsiniz. Bax, 154 dərəcə bu cür xırda xətlərlə, yəni ki, bu yelpiyin tək-tək birləşən hissələri var. Bax, dəmir çubuqlar var, bax, belə. Və yaxud da kauçuk. Bax, bunların deyir arasında bəs birincinə, ikincinə, üçüncü, bərabər bölünüb bunlar. Bərabər yerə bölünüb. Və bunların birinin bucağı nə qədərdir? Birini saymışam bunları uşaqlar. Bir də vaxt eləyib saymıram. Deməli, 11 dənədir. Bax, burada 11 dənə bucaq var. 11 dənədirsə, bu 154-dür. 11 yerə bölürük. Axı, bu 154 idi. 154-ü bölürəm 11-ə. Bax, izahını burada elədim. Uşaqlar,
Bir dənə sizdə və bunu yazmaq qalır. 154 bölünsün 11. Yəqin ki, görünür belə. Yeri gəlmişkən bu ikincini də belə yaxından göstərim. Bu verilənləri də yazın. Bax belə. Bu da ikinci məsələnin cavabıdır. 3-də nə deyilir? 3-ə baxıram indi uşaqlar. 3-də tapmalıyıq. Nəyi tapmalıyıq? Kongruent bucaqları. Yenə də qarşı bucaqları görürük də uşaqlar. Bu birincinin təkrarıdır elə bil. Əvvəlcə tapırıq kongruent bucaqları. Yəni qarşı bucaqlar kongruentdir. Qarşı bucaq hansıdır? AOD ilə BOC. Bu bucaqla bu kongruentdir. AOD həmişə bu ortada olan nöqtəni bucağı adlandıranda da ortaya salın. Yəni kongruent bucaqlar tapmalıyıq. Birinci kongruent bucaqları, sonra tənböləni, sonra qonşu bucaqları, sonra qarşılıqlı bucaqları. İlə yazaq birinci kongruentlər bərabərlərdir. Burada dərəcələr verilməyib uşaqlar. Kitabda dərəcə yoxdur. AOD bucaq AOD bərabərdir, həm də kongruentdir. Bax AOD bax bu bucaqla. BOC bucaq BOC. İkinci hansına? Bax burada bir dənə 60 dərəcə verilibsə bu da 60'dır. Qarşı qarşıya daxı. Bu niyə verilib bilmirəm. Nəyisə soruşacaqsa taparıq. DON bu da 60'dır uşaqlar. Bunu 60 görürəmsə ixtiyarı, qeyri-ixtiyarı mən bura 60 yazacağım. 60. DON kongruentləri yazıram hələ ki. DON bərabərdir, kongruentdir. DON buna. COM bucaq COM. Şuurla başa düşün uşaqlar. Bunu elə köçürmək xatirinə köçürməyin. Bir izahdır burada. Bir pulsuz bir repetitor izahıdır. Ki mən bunu həm özüm üçün məşğuliyyət, həm də sizi belə nədənsə qurtarmaq istəyirəm uşaqlar. Kimə dayaq oluramsa çox şadam ki ona kömək ola bilirəm. Üçüncü bir kongruent də var uşaqlar. Bunu dedik, bunları dedik. İndi bax bunları. AOM deməmişik ki AOM. Bu 60 dərəcə nə? Bu 60 dərəcə. Bunu bilmirik ki 60'dır. Amma kongruent qarşılıqlı olduğu üçün mən avtomatik burada bir 60 yazıram. Bu 60'sa bu da 60'dır. AOM bucaq AOM bərabərdir. Kongruentlik işarəsi bu dalğalı xəttdir. Bərabərdir. Bucaq BON. BON. Tənböləni tapırıq. Tənböləni buradan. Bu birinci ilə qutardıq. İndi nəyi tapırıq? Kongruent bucaqları tapdıq. İndi tənbölənləri tapırıq. Tənbölən görürük ki uşaqlar. Bax. Bu böyük bucağın iki yerə ayırıb. DOB-ni bu xətt iki yerə ayırıb. DOB bucağını iki yerə bölüb. 60 60'a. Onda ON tənböləndir. ON tənböləndir. Yazıram burada da. ON hansı bucağın? Belə sadəcə tənbölənləri yazaq, yoxsa hansı bucağın tənbölənidir? Bilmirəm. Yerimiz də azdır, az saxlamışam. Ona görə elə tənbölənlər sözünün altından yazıram. ON. ON virgül tənböləndi. Burada da 2 dənə 60 görürük. Bu da tən bölüb bunu. Bu xəttə tən bölüb. OM. OM. Hansı tənbölən var burada? Var mı tənbölən? Mən burada tənbölən görürəm. Amma onu izah eləyib yazmalıyam.
Qalsın ki, mən izahdan sonra bəlkə bir də qayıtdım tənbölənlərə. Qonşu bucaqlar hansılardır? Burada axı bir xəttin üstündə 2 dənə olmalıdır. Bir xətt 180 dərəcəlik bucağın üstündə 2 dənə bucaq olmalıdır. Tənbölən olması üçün. Tənbölən yox, qonşu bucaq üçün. Qonşu bucaqlar ikisi olmalıdır 180 dərəcə. İkisi. Axı burada 3'ü var. Onda əvvəlcə bunu da tapaq. Bu 180-dirsə, bunların 60, 60, buna da 60 yazaq. Ki 180 olsun. Belə topladıq 180. Bu 60'dırsa, bu da 60 dərəcədir. Bu bucaqda. Onda burada biz qonşu bucağı tapmaq üçün yenə də mən 2 dənə bucaq saxlamalıyam xəttin üstündə. 2 dənə bucaq saxlamalıyam. Birini gizlədirəm onda. Bax, bu xətti buradan gizlədəcəm. Nə görəcəyik uşaqlar? Burada biz 2 dənə bucaq görürük onda. A, O, M, A, O, N. 2 dənə bucaq. Bu xətt yoxdur. Bir bu bucaqdır, bir də bu kör bucaqdır. Bu xətti nəzərə almadım. 2 dənə qonşu bucaq yaratdım burada. Qonşu bucaqlara yazıram. A, O, O burada yazmışam. O, M, bucaq A, O, M və qonşu olan bucaqlar A, O, N. Bucaq A, O, N. Bəli, yenə də mən daha bir xəttin üstündə bucaq götürməliyəm. Birini də götürüm, kifayətdir uşaqlar. 4 dənə çoxalda bilərəm, amma birini də yazıram, bəsdir. Məsələn, bax, bunu gizləyirəm. Burada. Bir xəttin üstündə yenə 2 dənə bucaq gördük uşaqlar. Siz də gördünüzmü? Bu xətti gizlədim mən. M, O, C. Bu bir bucaq. İkinci bucaqda C, O, N. 2 dənə bucaq. Biri yenə kör bucaq, biri iti bucaq. Bax, diqqətli olun uşaqlar. Mən bunu gizləməklə 2 bucaq yaratdım. Verilməmişdi bizə. Burada demir ki, verilib. Tapmalıyıq ancaq. Şəklə baxıb tapmalıyıq. Yazıram. Qonşu bucaqlar hansılar olduğu bir düz xəttin alt tərəfində 2 dənə bucaq var. Bunlar 180'i yaradır. 60 budur. Bunlar da ikisi de 60'dır. 120 də bu. 120 ilə 60 180'i verir. Qonşu bucaqlar da 180 olmalıdır. İndi ikincini yazıram. Bucaq M, O, C və yaxud da C, O, M. Sizə nə cür elə yaza bilərəm. Bucaq M, O, C və qonşu bucaqları yazırıq. C, O, N. C, O, N. Götürürəm bunu. Bəlkə yenə lazım. Qarşılıqlı bucaqlar hansılardır? Bu çox asandır. Ən asandı elə qarşılıqlı bucaqlardır uşaqlar. Altda bir bənddə ayırıblar qarşılıqlı bucaqlar. Bax, başdan başa görürsünüz. Bax, bununla bu bucaq, bax, ayaqlarını qəşəngcə açıb, bu da qollarını. Deyir ki, bu 60 dərəcə, doğrudan da bu da 60 dərəcə bərabərdir. Qarşılıqlı bucaq hansı oldu? A, O, D. Bucaq A, O, D və bucaq B, O, C. Bucaq B, O, C. İkincilər hansılardır? Bunu götürdük. İndi bunları götürək. Bununla bunu götürək. Bax, bununla, bu tərəflə bu tərəfi götürürəm. İndi qarşı-qarşıya durublar, həm də bərabərdirlər. Qarşılı bucaqlar mütləq bərabər olmalıdır. Yazıram. M, O, C. Bucaq M, O, C və bu tərəfi də xəttləmişəm. D, O, N. Bucaq D, O, N. Yəqin ki, burada düşmür. Biraz da yaxşı. Həm şəkilə görə çəkirəm aşağı. Yenə də var qarşılıqlı bucaqlar. Biz bununla bunu götürdük. Bununla bunu. Digər bir bucaq da var. Bax, bu. A, O, M. Bununlandır.
A, O, N yazmışıq mı? A, O, M. A, O, N ilə yazmışıq. Ha, bu qonşu bucaqlara aiddir. Bəli. A, O, M ilə və bu. Bu tərəflə, qoy bunu da göylə eləyim belə. Bax, bu tərəflə də bu tərəf qonşudular. Qonşu yox, qarşılıqlı. Qarşılıqlı. Səhv dedim. Qarşı-qarşıya durublar. Bu bucaqla bu bucaq. İndi yazıram. Adlarını da yazmalıyıq. Bucaq A, O, M. Bucaq A, O, M və bucaq bu tərəfdə göy ştrixlə elədim. B, O, N. B, O, N. Bu 3 idi. Məsələ 3 idi. Görürsünüz, qəşəng izahlar var burada uşaqlar. 4-də nə deyilir? 4 də qəşəngdir. Yenə deyir, tapmalı şəklə əsasən. Tənbölən şüaları müəyyən edin. Tənbölənləri müəyyən edək. Məsələn, bax. Bunu da tapmaq olar. Yazmıram bunu uşaqlar. Elə bunlardan istifadə edib azcasını tapacağım. Burada mən bunları gizləmək üçün yenə də bir kağızdan istifadə edəcəyəm uşaqlar. Bax, bu yoxdur. Bunlar. Bax, bu yoxdur. Bu tərəf yoxdur. Bu bucağı N, O, R-i 2 yerə bölüb bu. N, O, R. Bu R-dir. Görürsünüz yəqin ki. Biraz da irəli geri itəliyim. N, O, R. Tən bölüb bu. Tən yerə bölüb. 30-30'a. Hə, yazıram. N, o bucaq. N. R yazdım ki. N. Bu N'dir. N, O, R. R'in tən böləni. Tən böləni nə oldu? O, S. O, S'dir. Davam eləyək belə. Bu 30, 30, 30. 90 dərəcədir. Yəni ki, bu tərəf 90'dırsa, bu tərəf də 90'dır. Onda M, O, N açıq bucağını 2 yerə bölüb bu. 90'a bir tərəfə, 90'da bir tərəfə. M, O, N. Bucaq. Bucaq. M, O, N. M, O, N. N'in daha doğrusu. Tən böləni 90-90'a böldü. Tən böləni O, G. O, G. G. G hərfidir bu. G'dir. Şuasıdır. O, G şuasıdır. Yenə də var uşaqlar. Mən bunu tapdım. İndi bir daha da var. Bax, burada siz artıq neçə dərəcə görürsünüz? 30, 30, 30, 30. 4 dənə 30 var. 120'dir. 120'ni 60-60'ya bölək. 30, 30. Bu tərəfə ayıraq. Yenə də nəsə kömək istəyirəm. Kömək ayırmaq istəyirəm bir tərəfə. Görək, bax. Bu 2, 30, 30 bir tərəfə. 60 dərəcədə bunun altında. Üstünü bağladığım. Bu tərəfə də 30, 30. Bu da 60'dır. Deməli ki, böyük bir bucaq var burada. Hansıdır? P, P, O, N. Bucağı görürük. P, O, N. Bucaq. P, O, N. N'in. Yəni 120 dərəcəlik bucaqdır ya. P, O, N. 30, 30, 30, 30. 120'ni. P, O, N. Tən böləni hansıdır?
Tən böləni, yəni 60-60'a ayıran o erdir. O erdir. Bu 4 nömrəli məsələ idi uşaqlar. Yəqin ki, başa düşməsəniz tezdən baxın, çox diqqət tələb eləyir bu həndəsə bölməsi. Məsələ 5. İki qonşu bucaqdan biri x-dir. Söhbət qonşudan gedir ha uşaqlar. Qonşu deyən kimi o saat fikrinizdə canlandırın ki, bax bir düz xəttin üstündə olur qonşu bucaqlar. Bax. Bir düz xəttin üstündə 2 dənə bucaq olmalıdır. 3, 4, 1 ola bilməz. 2 dənə olmalıdır qonşular. Üçüncü qonşuya ehtiyac yoxdur. Bunlardan biri x-dır. Birini deyir, 2 qonşu bucaqdan biri x-dir. X-i mən yazmışam, verilməyib. Orada yazılıb ki, biri verilməyib, digəri də o verilməyəndən 9 dəfə böyükdür. Verilməyəni x işarə eləyirəm. Bu da olacaq 9x. Bucaqlarımızı adlandıra bilərik. A, O, B. Bu da olsun K. Yəni ki, 2 dənə bucaq verilib. Heç nə verilməyib. Biri məchuldur, o birisi də 9 dəfə ondan böyükdür. Bizə verilən ancaq budur. 180 dərəcədir. Yəni bunların ikisini toplasaq 180 dərəcə olmalıdır. Yəni 9x üstə gəl, bir də bu x 10x bərabərdir 180 dərəcə. Onda 10x 9x, bu da 1x olacaq 10x 180 dərəcə, x bərabərdir 18 dərəcə. Nə tələb olunur? Deyir ki, bucaqların dərəcə ölçülərini tapın. Bu neçə dərəcədir, yaxud da bu neçə dərəcədir. Bu bilir ki, x 18 dərəcədir və bu 18 dərəcədir. Hansı bucaq 18-dir? B, O, K yazırıq. Buradan bir qırmızıyla bir sərhəd qoyun. Ardıdır bu da. Bucaq B, O, K tapdıq ki 18'dir. Bucaq B, O, K 18'dir. Bu isə 18'i vurmalıyıq 9'a. 9 dəfə çoxdur bundan. Bucaq A, O, K bərabərdir 18 vurulsun 9'a. Və yaxud da 9 vurulsun 18. Mən yerini dəyişdim, olar. Vurğuların yerini dəyişmək olar. Siz daha doğru olmaq üçün 9 vurulsun 18 yazarsınız. 18 dərəcəyə. 18'i 9'a vurur. Mən burada 18 vur 9 şifahi vurdum. Qoy dəqiq olmaq üçün 72, 7 ya da 9, 162. Bu da eləyəcək. Deməli ki, bucaq A, O, K bərabərdir 162 dərəcə. Tapdıq ikisini də. Bu 2 dənə bu bucağı soruşurdu bizdən. Siz də yaxşı olar ki, bu məsələni, bu sözləri də yazasınız. Mən hər halda qısa yazmışam. Və bu şəkli də mən geniş çəkmişəmsə, siz kiçik formada çəkib belə adlandırıb, bax bunları da yazasınız. Bəli, uşaqlar deyir, şəkil lazım deyil. Verilənlər, kitabdakilər lazım deyil, yəni bu tərəf. Bir də bunları yazır, cumur məktəbə, olmaz. Siz özünüz üçün, məktəbə özünüz üçün gedirsiniz, müəllim üçün, valideynlər üçün də heç getmirsiniz, ancaq özünüz üçün. Biraz gələcəkdə valideynlərə o qalar ki, siz yaxşı dəqiq olsunuz, valideynlərin yükü yüngül olur. Keçdik 6'ya. 6-cı məsələyə. Bəyənmək, paylaşmaq yaddan çıxmayıb ki, uşaqlar. Yəqin ki, bəyənirsiniz, paylaşırsınız, abunə olursunuz. Daha bir rahat bir məsələdir. Mən bunu kitabdan izah eləyəcəyəm. Qaralamada da yazacağım. Siz özünüz cəhd edib sonra yazarsınız. Ürəyiniz istəyir. Bunun alt hissəsini biraz hündürləşdirim ki,
Hamısı şəkil üstündə eləyəcəyəm. Biraz hündür olsun. Belə. Bax, burada 3 dənə bucaq görürsünüz. Üçünün cəmi 180 olmalıdır. Tənlik var burada. Biri məchuldur. X üstə gəl 90. Bax, bu bucaq 90'dır. Bax, işarəsi də var. Üstə gəl 55. Yəni, bu düz xəttdə 180'dir. Daha deməkdən yorulmuşam. Bilmirəm. Başa düşürsünüzsə yazın ki, müəllim, başa düşürük. Çox ətraflı izah edirsiniz. Bax, bu sözləri gözləyirəm sizdən. 180 X üstə gəl 90, üstə gəl 55. 180'ə bərabər. Burada tənlik qururam. Yəni, X üstə gəl 90, üstə gəl 55 bərabərdir 180 dərəcə. Bunlar da dərəcədir ya, bunlar da verilib dərəcə ilə. Onda 90'dan 55'i toplasaq 145. X üstə gəl 145 dərəcə bərabərdir 180'ə. X bərabərdir. Toplananlardan biri məchulsa cəmdən 145'i çıxırıq, 35 dərəcə qalacaq. 180 dərəcə çıxılsın 145 dərəcə. X bərabərdir 35 dərəcə. Mexaniki səhv ola bilər. Bəlkə mən şifahi eləyirəm, düz tapa bilmərəm. Bu 35 dərəcədir. X-i tapdıq. Sonra deyir ki, bucaqları tapın. Burada nə verilib? Burada da yenə də 1, 2, 3, 4 dənə bucağın cəmi 180'dir. 180'in üstünə bunlar toplaşıblar. Onda bura üçün belə yazacağım. G üstə gəl 27 dərəcə, üstə gəl G, üstə gəl 45 dərəcə, bərabərdir 180 dərəcəyə. Qarşılıq oldu burada. Bunu tezdən yazın. Aşağıdan yazın. Deməli, buradan yazıram uşaqlar. G 27, G 45. Belə də birbaşa yaza bilərsiniz. 2 dənə G var. 2G üstə gəl 27, üstə gəl 45. Belə də yazmaq olar. 2G üstə gəl 27 dərəcə, üstə gəl 45 dərəcə. Bərabərdir 180 dərəcəyə. Yəni 27 ilə 45'i toplasaq 60, 12, 72 dərəcə eləyəcək bunlar. 60, 72 düzdür. 2G üstə gəl 72 dərəcə bərabərdir 180 dərəcə. 2G bərabərdir 180 çıx 72. 180'den 72 çıxsaq 108 qalar. 108. 2G bərabərdir 108 dərəcə. Bunlar üstünə dərəcə qoymaq yaddan çıxmasın. G də bərabərdir 54 dərəcə. Üçüncü. Buradayıq. Bu dəfə mən yerlərini dəyişik yazacağım. Qoy bu B-ni də yazım. B-ni yerinə mən ikinci elədiyim C oldu. Burada da Y var uşaqlar. 42 üstə gəl Y. Üstə gəl 90, üstə gəl Y. Şəkildə görürsünüz yəqin ki. 2 dənə Y var. 42 üstə gəl Y yazıram bu. C-ninci burada. B-ninci. B-ninci. Deməli, nə oldu? 42 üstə gəl Y. 42 dərəcə üstə gəl Y. Üstə gəl 90. Üstə gəl Y. Var mı yenə də? Yoxdur. 4 dənə. Bərabərdir 180'ə. Dərəcəyə. 90 dərəcə burada da. Dərəcələr 2 dənə Y var. 2Y üstə gəl. 42 ilə 90 132 dərəcə. Bərabərdir 180 dərəcəyə. Bu da 2Y 180 32. Bundan deməli 2Y məchuldur. Bunu çıxsam 180'dən 132 çıxsam qalacaq
100, 130 çıxsam 50, 2 də çıxsam 48. 2y bərabərdir 48 dərəcə. Y bərabərdir 24 dərəcə. Deməli, bu tapdıq ki, burada bu 24 dərəcədir. Y-lər, bax burada 24, 24-dir. Bunları da şifahi deyəcəm uşaqlar. Burada toplayırıq. T, T, T. 3 dənə T var. 3T üstə gəl 48 bərabərdir 180. Tənliği dedim mən. 3T üstə gəl 48 bərabərdir 180. Burada A bucaqları var. 31 üstə gəl 2A üstə gəl 33. Düz xətti biraz əyri çəkiblər. Yenə 180-dir. Düz xətti. 31 ilə 33 olacaq 64. 2A üstə gəl 64 bərabərdir 180. Burada Y bir dənədir. Bir də 1,2Y. 52 ilə 84'ü toplayanda eləyər 136. İkisi 136 üstə gəl 2,2Y bərabərdir 180. Ben bunları yazmadım ama belə bir formada sizi incitmək istəmədim. Siz əvvəldən də dediniz ki, yəqin müəllim bizi niyə belə izah eləyir. Bax, burada mən yazmışam uşaqlar. Tək-tək belə göstərim onda. Sizə izah elədiklərimi də yazmışam. A, B, Y. Üçü də bu tərəfdə. Siz hansı ardıcıllıqda istəyirsiniz, yaza bilərsiniz. Yəqin ki, üçünü izah elədim mən. Yolu necə tapılır. Çətin deyil. Bu biraz başı işlətmək lazımdır. Gözəl balalar. Gözəl. Sizin başınızın daha aydın, beyninizin aydın olan vaxtıdır. Müəllimlərdən də, bəlkə özüm kimi müəllimlərdən, yaşlı müəllimlərdən deyirəm, daha da başınız, beyniniz aydın işləyir, gözəl işləyir. Bu qədər uşaqlar. Sağ olun, sağlıqla qalın. Qarşıda gələn bayramınızı da təbrik eləyirəm və şərhlərdə sizdən də təbriklər gözləyirəm, ağıllı balalar.